Amma o fərqli-fərqli yollara düşən insanlar, Allahdan qeyri özlərinə ilah götürən insanlar isə görürsən hərəsi bir fəlsəfə danışır, hərəsi bir cəfəngiyyət danışır. Biri deyir cənnətin açarı filan kəsdədir, biri deyir cənnətin açarı filan kəsdədir. Bəs yaxşı, əgər bu cənnətin açarı müxtəlif adamlardadırsa, biri deyir filan övliyadadır, biri deyir filan imamdadır. Qardaş, mən onların hansını razı salım? Amma müsəlman deyir ki, yox, cənnətin açarı aləmlərin Rəbbi olan Allahdadır. Cənnətə girməyə izin Allah Teala tərəfindən veriləcəkdir. Görürsünüz bu nə qədər hasandır. Yetər ki, insan Allahı razı salsın, ibadəti xalis olaraq onun üçün etsin. Udu'ullaha muxlisinə lehu'd-din, dini xalis olaraq Allah üçün edin. Yəni ibadətlərinizi xalis olaraq Allah üçün edin. Xalis nədir? Şirkdən, riyadan, bidətdən, küfür kimi şeylərdən uzaq olaraq birbaşa yalnız və yalnız Allah üçün edilməsi. Və qalə rabbukum ud'uni estecib lekum. Rəbbiniz dedi ki, mənə ibadət edin, mən də sizin ibadətlərinizə, dualarınıza cavab verim. İnnellezine yestekbiruna an ibadeti seyedhuluna cehenneme daxirin. O kəslər ki, mənə ibadət etməyi öz təkəbbürlüklərinə sıxışdırmırlar, onlar cəhənnəmə rəzil olaraq girəcəklər. Baxın, Allaha dua eləmək nə asandır. Buna nəsə lazımdır Allaha dua eləmək üçün harasa getmək? Hə? Müəyyən bir dil bilmək lazımdır. Müəyyən bir vaxt lazımdır. Xeyr, insan yetər ki, əlin atsın, harada olursa olsun, Allah onu görür və eşidir. Allahın elə bir qüdrəti var ki, Allah Teala gecənin zülmətində, qara daşın üzərində, qara qarışqanın ayaq səslərini eşidir və onun addım izlərini görür. Bir dəfə səhabələr gəlir Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına, deyirlər ki, ey Allahın Rasulü, Allah uzaqdadırmı onu uca səslə çağıraq, yoxsa yaxındadırmı onu pıçıldayaraq çağıraq? Sual verirlər. Və bu kimi Peyğəmbər sallallahu aleyhi ve sellem səhabələr bir çox şeyləri soruşurdular. Sual verirlər ki, ey Allah Rasulü, filan şeyin hökmü nədir? Filan şey barədə bizə xəbər ver. Filan şey nədir? Çünki bilmədikləri müəyyən şeylərlə qarşılaşırdılar və soruşurdular. Din də hələ kamil olmamışdı, tədricən gəlirdi. Və eləcə də Allah barədə soruşurlar ki, Allaha möhkəm səslə dua eləyək, yoxsa alçaq səslə dua eləyək? Peyğəmbər sallallahu aleyhi ve sellem sustu, gözlədi ki, Allah Teala vəhy eləsin. Allah Teala da vəhy elədi. Buyurdu ki, və izə sə'ləkə ibadi anni. O zaman ki, qullarım məni səndən soruşurlar, başqa suallara, haradakı soruşurlar, qullarım filan şey soruşur, filan şey istəyir, de. De ki, onun hökmü budur, de ki, onun adı budur, de ki, onun hökmü budur. Yeganə sualdır ki, burada de söhbəti yoxdur. Deyir ki, və izə sə'ləkə ibadi anni fə inni qarib. Birbaşa deyir ki, mən onlara yaxınam, vasitəsiz. Bu da nə deməkdir, əziz qardaşlar? Allahla qul arasında heç bir vasitə yoxdur. Allahla qul arasında vasitə qulun salih olması, əlini açıb Allahdan istəməsidir. فَإِنِّي قَرِيبٌ اُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ. Onlar məndən istəsinlər, mən də onların istədiyim verim. Yetər ki, onlar da mənim dəvətimə icabət edib, mənə iman gətirsinlər ki, beləcə doğru yolu da tutsunlar. Demək, hər hansı bir şeyin bizim arzumuz, həcətimiz, mətləbimiz varsa, onu kimə ərz eləməliyik? Allah Teala buyurur ki, məndən istəsinlər və cavabını da kimdən gözləməliyik? Allah da deyir, mən də onu verim. Yaxşı, burada şərt nədir? Allah Teala bizdən nə istəyir? فَلْيَسْتَجِيبُوا لِي فَلْيُؤْمِنُوا بِي. Onlar da qoy mənə icabət eləsinlər, yəni mənim göndərdiyim elçilərə qəbul eləsinlər, onların yoluna, dininə tabi olsunlar. Hansı ki, bunların sonuncusu da Muhammed sallallahu aleyhi ve sellem ki, gətirdiyi İslam şəriyyəti, İslam dinidir və mənə iman gətirsinlər. Yəni, iman gətirmək ki, Allah var, təkdir, onun heç bir şəriki yoxdur, kitablar nazil eləyib, elçilər göndərib və bu dünyanı bizim üçün imtihan yaradıb ki, biz bu dünyada əməllərimizlə Allahı razı salaq. Bəli, belə olduqda artıq biz nədir? Həmin Allah Teala'dan istədiyi bir şəkildə yaşamış oluruq. Vallahi ki, insanlar indiyə qədər xurafat o qədər çoxalıb ki, dinimizi o qədər çətinləşdiriblər ki, insanlar dindən qaçıblar. Ona görə insanları çox da adam qınıya da bilmir. Çünki dini çatdıran dırnaq arası o dindarlar, o din təbliğatçıları insanların için gəlizləşdiriblər. Deyirlər ki, əli yuyanda, belə eləyəndə filan sözü deməlisən, yuxarıdan aşağı su tökmək olmaz, gəl aşağıdan yuxarı olsun, yaxud aşağıdan yuxarı olsun, yuxarıdan aşağı olmaz, başı uyanda bir söz deyirsən, üzü uyanda bir söz deyirsən, ayağı uyanda bir söz deyirsən, adam da deyir ki, heç mən namazı öyrənə bilmirəm, mən namazdan qabaq nə qədər dəstəmazın sözlərini öyrənməliyəm. Düzdürmü? Ancaq şəriətimizdə gəlirsən suyun başına, niyyət eləyirsən qəlbində, bismillah deyib başlayıb dəstəmazı alırsan, vəssalam. Sadəcə bismillah. Bir də ki, təbii ki, qəlbindən niyyət. Onun da getdin ibadətə, ibadət də ki, nədir ki, hamımız da hüzurda oxuyuruq. Hə? Amma biz onu Allaha ibadət eləmək üçün oxumaq üçün göndərilib. Fatihə surəsi hamı əzbər bilir, amma yerində oxumuruq. Hələ dur Allahın qarşısında Fatihə surəsini oxu, ged rüküyə, Subhanə Rabbiyəl azim, səcdədə Subhanə Rabbiyəl ələ, təşəhhüd oxurdun, salamı verdin sağa sola, namaz bitdi. Bundan hasan şey var. Qurban, adam məsələn nəsə başına bir neymət gəlir, bir şükür eləmək üçün istəyir, qurban gəlsin. Görürsən qoyunu tapır, qoyur maşının dalına çıxır hansısa dağa, gedir hansısa, nə bilim, bir ucqar bir yerə və yaxud da qəbirstanlıq hansısa pirin üstünə. Hansı ki, qurban yalnız və yalnız Allah üçün olmalıdır. Hasandı qoyub çətinin dalıyca qaçırıq.
Fəsalli li rabbikə vanhar. Rəbbin üçün namaz qıl və onun üçün də qurban kəs. Qul inna salati və nusuki və məhyaya və məmati lillahi rabbil alemin la şərikə ləh. De ki, ey Peyğəmbərim, mənim namazım da, bax, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür və mən bununla əmr olunmuşam, Allahın heç bir şəriki yoxdur. Məyər eşitmişsiniz, görmüşsünüz ki, Peyğəmbər sallallahu aleyhi ve sellem və yaxud da onun hansısa səhabələri qurbanı götürüb harasa Peyğəmbərin qəbrinin üstünə geçsinlər və yaxud da götürüb hansısa bir salih insanın qəbrinin üstünə geçsinlər. Bu sonradan çıxarılmış cəfəngiyatlardır. Ümumiyyətlə, İslam dini ilə mübarizə aparanlar gözəl bilirlər ki, İslamı ortadan qaldırmaq mümkün deyil. Lakin cəfəngiyyat, saxtakar adamları gətiriblər bizlərə dini təbliğatçılar kimi, dini başçılar kimi bizləri onları təqdim edib, həzm elətdiriblər. Çünki alimləri zaten götürdülər, hamısını ya sürgün elədilər, ya öldürdülər. Gətirdilər o cəfəngiyyat adamların, bizə qoydular dini başçı, onlar da bizə ancaq xurafatları öyrətdi. Bu günlərdə həqiqi İslamdan danışanda həmin o cəfəngiyyatçılar, hansı ki bir dənə balaca bir surəni səhv əyri-üyri yazıb vərəqə hasanlıqla pul qazanırlar və yaxud da özləri üçün namaz qılmadıqları hallarda öllər üçün göy namaz qılıb onun əvəzində pul alırlar və yaxud da özləri Quranı düzgün oxuma bilmədikləri halda hansısa insanların ruhuna Quran oxuyub tapşırırlar, pul qazanırlar. Asadlıqla yəni, sən gedib şumda işləyirsən, traktor sürürsən, nə bilim, nə edirsən, o isə oturur evdə isti peçi qırağında, toyuğu da gəlir, meyvəsi də gəlir, tərəvəzi də gəlir, hələ pul da verirlər ona. Ona görə istəmirlər ki, bu asan biznes əllərindən çıxsın. Və görəndə ki, kimsə onlara qarşı təbliğat aparır və həqiqi dini olduğu kimi gözəl şəkildə gənc nəslə, cavanlara öyrətmək istəyir, onlar istəmir cəmaat ayrılsın. Çünki hər evində bir dənə ocaq qurub, pir qurub və yaxud da bir-iki də ərəb ərifləri öyrədib, rahatçılıqla pul qazanır. İstəmirlər cəmaatın gözü açılsın. Deyirlər ki, onlara qoşulmayın, onlardan heç də dinləməyin, onlar saqqalın 1 santimetrinə nə qədər pul alırlar və yaxud da onlar ayda maaş alırlar və yaxud da onlar, nə bilim, terroristdir, onlar partladır. İndiyəcən hara partladıb ki, müsəlmanlar? Partladanlar da özləri də eləyib, onu İslama nisbət eləyirlər. Müsəlmanların ölkələrin viranı hala qoyub, onların arasında ixtilaflar salıblar müsəlmanların avamçılıqlarından, dini bilməməzliklərindən dolayı. Ancaq biz İslama olduğu kimi baxsaq, hamımız bir-birimizə qardaş kimi baxarıq. Hətta kafirin özünə belə Allah Taala bizə ədalətsizlik etməyi qadağan etmişdir. Hətta kafirə belə. Sən ona vuruşa bilərsən döyüşdə, cihadda. Amma qonşundursa, sən həmvətəninsə, ona qarşı ədalətli olmalı, əksinə gözəl davranmaz. Necə ola bilər ki, müsəlman Allah Əkbər deyib müsəlmanın boynunu vursun? Necə ola bilər ki, müsəlman qardaşına kafir desin? Vallahi ki, bunlar bizim İslam dinindən deyil. İslam dini deyir ki, qoyunun gözünün qabağında kəsmə. İslam dini deyir ki, bıçağı qoyunun gözünün qabağında itiləməsən, onu kəsməmişdən 100 dəfə kəsirsən. İslam dini deyir ki, bıçağı itilə ki, kəsdiyin heyvanı rahatlayasan. Yoxsa ki, ola bilər ki, İslam desin ki, ged Allah Əkbər deyir, qardaşının boynunu kəs. İslam dini bir tərəfdən radikalizm kimi göstəriblər, bir tərəfdən də xurafat kimi göstəriblər ki, insanlar çiğrinib İslamdan qaçsın. Bu da niyə görədir bu İslamofobiya? Çünki Qərb cəmiyyətində, Qərb aləmində insanlar surətlə dəstə-dəstə İslama üst tuturdular. 11 sentyabr hadisələri olana qədər, Suriya hadisələri olana qədər insanlar surətlə kütlə İslama gəlirlər. Ta ki onlar biraz da İslamofobiyanın xodunu artırıb, dalğaların gücləndirəndə artıq insanlarda xof yarandı. Qorxdular, dedilər, yox, müsəlmançılıq budur. Amma bizim gözümüz açıq olmalıdır. Biz nə edirik ki, sonradan düzəldilmiş şeylərə baxıb ondan ibrət edək. Biz baxaq Peyğəmbər sallallahu aleyhi ve sellemin həyatına, onun səhabələrin həyatına, onun əhl-i beytinin həyatına, onun xəlifələrinin həyatına və onda biz İslamı gerçəyi bir şəkildə öyrənmiş olaraq. Ona görə dua eləmək lazımdır. Mən də indi də bax o duanı edirəm hamımız üçün. Allah Taala bizlərə haqqı olaraq göstərib haqqa tabe etsin. Bizlərə batili batil olaraq göstərib batildən uzaq tutsun. Allah Taala ölkəmizə, xalqımıza sülh, əminamanlıq, bol-bol ruzi, bərəkət nəsib etsin. Allah Taala döyüşdə dünyasını dəyişən qardaşlarımızı şəhidlərdən qərar versin. Sərhəddə keşik çəkən əskər qardaşlarımızı, evlatlarımızı Allah Taala qorusun. Onlara bərəkət versin və bizi və bütün müsəlmanları kafirlər üzərində, İslam düşmənləri üzərində daima qalib etsin. Ən doğrusunu Allah bilir. Və axiru dəvana enilhamdülillahi rabbil alemin və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin.